Deməli, yəni danışırıq Şah Abbasdan. Şah birinci Abbas hakimiyyəti 1587-1629. Deməli, ötən verilişimizdə danışdıq ki, bu adam islahatlar keçirdi. Dərsimizdə danışdıq. Deməli, islahatlar keçirir və qarşıya qoyulan vəzifələri yerinə yetirmiş olur. Yəni, mərkəzi hakimiyyət güclənir, dövlətin əvvəlki müddəti bərpa edilir, sonra ordunun əvvəlki müddəti bərpa edilir, qalıb bir dənə vəzifə. Hansı vəzifə edilir? İtirilmiş torpaqları qaytarmaq. İtirilmiş torpaqları qaytarmaq. Ayəstə. İndi bunun bir dənə vəzifəsi qalıb. İtirilmiş torpaqları qaytarmaq. Bir dənə almalıydı. Pesox. Deməli, itirilmiş torpaqlar kimlərdədir? Şeybanilər Xorasan. Xorasan tutmuşdular. Əgər yadımıza gəlirsə, Səbəb Osmanlı müharibəsinin ikinci mərhələsində 1586-89-cu illər ərzində Osmanlılar qərbdə çoxlu torpaq tutduğu vaxtı Şeybanilər Xorasana keçirmişdilər. Sonra Osmanlıların əlində Azərbaycanın böyük hissəsi. Böyük hissəsi həmçinin burada ki, Qərbi İran da var bunların hakimiyyət altında. Bir də Portuqalların əlində Hörmüz. hələ bunun babası, ulu babası birinci İsmailin dövründə itirilmiş Hörmüz. İsmail niyə vermişdi ki oranı Hörmüzə? Portuqallar. Səlimlə müharibə ərəfəsində adam Portuqalların Hörmüzdə möhkəmləməsinə göz yumur ki, bəlkə bunlar insafa gələrlər. Burada möhkəmləməyin əvəzində bizə də gələrlər gətirməlidir. Ordu silah gətirməlidir, bəli. Pulsuz yatsız müharibə statüs verdi. Pulla. Deməli, itirilmiş torpaqlarda bunlar idi və kimlərin də əlindədir, onları da bildik. Bunları qaytarmalıdır. Bu torpaqları qaytarmamışdan öncə Avropa dövlətləri ilə diplomatik əlaqələr qurur. Babası İsmail kimi. Babası İsmail kimi, sonra Təhmas. Ağqoyunlu hökmdarı Uzun Həsən kimi. Bəlkə də Ağqoyunlu hökmdarından sonra ən geniş diplomatik əlaqələr yaratmış hökmdar 1-ci Abbasdır. Məsələn, 2-ci Qarabağ müharibəsi ərəfəsində İlham Əliyev ərəfə deyəndə ki, yəni ondan qabaqki dövrlərdə düz 2003-cü ildən 2020-ci ilə qədər 17 il ərzində demək olar ki, dünyanın əsas aparıcı dövlətlərin hamısının diplomatik əlaqələr qurmuşdur və müharibə gedəndə bəzi istisna dövlətlər var ki, bizi yox, məhz Ermənistanı dəstəklədilər, amma qoşulmama hərəkatı bizi dəstəkləyirdi, Böyük Britaniya bizi dəstəkləyirdi, bizim haqq sözümüzü deyirdi, sonra İtaliya bizi dəstəkləyirdi, İsrail bizi dəstəkləyirdi, düzdür mü? Yəni, bizi dəstəkləyənlər çox idi. İkinci Qarabağ müharibəsi demək. Demək, Avropa dövlətləri diplomatik əlaqələr yaratmışdı. Hansı dövlətlərlə Müqəddəs Roma İmperiyası, Fransa, Müqəddəs Roma İmperiyası deyəndə həm də Almaniya bunun tərkibindədir. İngiltərə, Fransadan İngiltərə, Almaniya müəllim bu dövrdə dağınıq dövrdə deyildi. Dağınıq dövrdə, amma Müqəddəs Roma İmperiyası var da orada. Dağınıq dövrəsində, hə. Deməli, İspaniya Böyük Moğol dövləti ilə həmçinin dostluq münasibətləri var idi. Böyük Moğol dövləti yadınızdadırsa, Əkbər Şahın dövründə biz deyirdik ki, Səfəvilərlə, Osmanlılarla, Portuqallarla, bir də Özbəklərlə var idi. Hə, sonra Rusiya ilə, Moskva knyazlığı ilə diplomatik əlaqələri var idi. Bunlardan içərisində, məsələn, Moskva knyazlığı, Almaniya, Səbəbi dövlətinin Osmanlılarla müharibə başlamasını istəyirdilər. İngiltərə, İspaniya istəyirdilər ki, Portuqaliya qarşı mübarizə başlasın. Niyə? Kimin rəqibi kimidirsə, istəyirdi ki, səbəbini ona qarşı tırqalasın ki, müharibə başlasın, hər iki rəqibi zəifləsin. Heç kimin burada səbəbi dövlətinin canı yanmır. Sadəcə bunların müharibə sövq etdirməklə hər iki rəqibini, həm səbəbləri, həm də ki, məsələn, Osmanlı, həm də Portuqalları zəif etməyə çalışılır. Portuqallar niyə İspaniya və İngiltərənin rəqibləri idi? Deməli, dünya ticarətində, okeanlarda, ticarətdə
rəqabət aparan dövlətlər var idi. Portuqaliya, İngiltərə, İspaniya və Hollanda da var orada. İndi o yoxdur burada bizim. Deməli, İngiltərə və İspaniya hərəsi ayrı-ayrılıqdır. Sərbərin Portuqaliya müharibəsini istəyirdi ki, əsas dənizlərdə kəsb rəqibi olan Portuqaliya zəifləsin və üstünü keçsin bizə. Yadımızdan sərhəd yürüşləri haqqında danışmışdıq ki, 4-cü sərhəd yürüşündə Venesiya sərhədçiləri Misrə yox, məhz Bizansa hücum etməyə təşviq etdi ki, Aralıq dənizində ticarətdə Venesiyanın əsas rəqibi Bizans idi. Və həmin yürüş nəticəsində deməli, Bizans zəifləyir və Aralıq dənizindəki ticarət üstünü keçir kimə? Venesiya. Venesiya və Genya, İtalyan şəhər dövlətlərinə.